1933 yılı 9 ayının 28 günü Atışның Bağırıq kentide bir mərifətpərvər ailede uluq bir insan, bir Uyğur dünyaya kelgen. O kim? Çoxun bilesizler. O bizning fəxirlik alimimiz, fəylasub, maarifçi, mərifətpərvər mərhum Abdüşkür Muhammed Emin. Şundaq, mərhum alimimiz hayat bolğan bolsa, bu yıl dəl 92 yaşqa kirgan boladi. Mərhum alimimiz bizden naitimi baldur ayrılıp ketip kaldı. Ama her qitimliq mana şundaq tavallud günlerde mərhum alimimizning əsərlərini oquş yoki mərhum alimimizning şu şərəflik, şallık hayat musafirlərə bağışlanğan əsərlərini oquş arqılıq mərhum alimimizni çəksiz hürmətlər bilan yad etimiz. Bugün kolumda Oylanish ichida ilgirlash namlıq bu katta kitap. İlgiri bu kitapdan sizlarga xili ko'p asarlarni o'qib berdim, davomli o'qib beraman. Chunki bu kitapdagi har bir maqola mərhum alimimiz Abdüşkür Muhammed Eminga bag'ishlangan biri-biridan esil maqolalar. Bugun o'zingizlarga sunmoqchi bo'lganim Abdüşkür Muhammed Eminning izdanish yo'li va muvaffaqiyati. Mazkur maqolani Kurash Mahmudjon bilan Sherin Qurbon birlashib yozgan.